Keçin içeri. Adalı musavat, adalı musavat, adalı musavat, adalı musavat. Ben değilim. Bomba var, bomba. Anne sen uşağın yesin. Olmaz da, olmaz. Olacak uşaq, olmaz. Olmaz da malım. Az yaşlı olmaz. Az yaşlıdır. Az yaşlı. Ha geç bana geç bura. Hakkın tarafında ol, ne hakkın? Doğrunun yalancının yok. Bəsdir, yeter artık karanlığı ışığa çevirək. Bəsdir, qələbəyə, xoşbəxtliyə doğru ilerləyək. Əvvəla fürsətdən istifadə edib, mən özüm Azərbaycan təhsilinə həsr etmiş, gənc nəslin təlim və tərbiyəsi ilə şərəflə və vicdanla xidmət edən müəllimlərimizi bugün münasibəti ilə təbrik edirəm. Değerli dostlar, seçki cinayetleri araştırılanda heç kəs sizin arxanızda dayanmayacaq. Necə ki Gülər Əhmədovun arxasında dayanmadılar. Və açılan faktlar göstərdi ki, mandat alveri ilə dövlət şəbəkəsi hamısı, o cümlədən Azərbaycan prezidenti də məşğul olmuşdur. İstefa! 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 Bunlar ölkənin maddi sərvətlərin işğal altında olan torpaqların azad olunmasına deyil, özlərinin hakimiyyətdə qalmasına sərf etdilər. Ağır olsun bunlara. Dünyanın gözünə kül üfürməkdən ötürü qəbul olunmuş qanunlardan bütün demokratik maddələr bir qanunlardan çıxarılıb. İndi biz avtoritar qanunçuluğun bərpa edildiyi bir məmləkətdə yaşayırıq. Bunu 10 il ərzində ölkəmizdə avtoritarizmin bərqərar edilməsi uğrunda aparılan qeyri-qanuni yol özü də təsdiq etdi. Avtoritarizmin qarşısında biz varıq. Avtoritarizmə yolu biz bağlayacağıq. Biz imkan vermərik ki, kimsə bu ölkədə diktatura qurmaq fikrinə düşsün. Eşq olsun demokratik dəyərlərə sadiq vətəndaşlarımıza.
Mən təəssüf edirəm ki, bu hakimiyyət ölkənin dinini də korrupsiyaya bulaşdırmaq istəyir. Biz bu məmləkətdə imanlı insanlarla böyük yaradan arasına heç kəsin girməsinə imkan verməyəcək. Mübarizəmizin sonuncu miting mərhələsi idi, amma sonuncu miting deyil. Bizim mübarizəmiz davam edəcək. Biz bu milletin en büyük temel hakkı toplanmak hakkıdır, miting ve nümayişler geçirmek hakkıdır. Biz bu hakkı millete vereceğiz. Eşk olsun sizlere, eşk olsun vətənin igid övladlarına, eşk olsun Azərbaycan xalqına.